Salam millət, bugün sizlərlə birlikdə live trade alacağıq. Deməli, 9 ayın modelini trade edəcəyik. Deməli, hal-hazırda iki əməliyyata daxil olmuşdur buradan. Bir, burada marketin daxil olunub. İki, eyni yerə yenidən bir limit təyin olunub. Və gözləntim bu şəkildədir ki, take profit olması ikinci hədəf, yəni target 1 mənim üçün buradır. Target 2 isə buradır. Bu əməliyyatı mən dərslərin başdan sona YouTube kanalında ödənişli şəkildə paylaşmışam. Telegram kanalında ödənişli şəkildə back testləri atılıb, dərslər izah olunub. Siz də əgər bu modeli trade etmək istəyirsinizsə, YouTube kanalına baxaraq Telegram kanalımıza gəlib, orada özünüzü inkişaf etdirə bilərsiniz. İndi sadəcə izləyin və nəticəyə birlikdə baxaq. Deməli, hal-hazırda əməliyyatı almağa gəlir. Səbirlə gözləyirik. Deməli, hal-hazırda bizi əməliyyata aldı. İndi əməliyyat aktivləşdi və buradan marketin yüksəlməsini gözləyirik. Çox rahat və səliqəli bir əməliyyatdır. Düşünürəm ki, çox sürətli şəkildə take profit olacaq. Bu əməliyyat haqqında millət demək istədiyim odur ki, ümumiyyətcə, yəni bunları mən ödənişsiz paylaşma səbəbim həqiqətən bir dönəm olur ki, yəni artıq hər şey maddiyyətdən keçir qırağa və biliyi bölüşmək istəyirsən, insanlara fayda vermək istəyirsən və düşünürsən ki, ə, sənin adın gəldiyi yerdə niyə də deməsinlər ki, bu insan həqiqətən özü uğur əldə etdi və uğur əldə etdiyi sistemi başqaları ilə də bölüşdü. Saxlamadı, gizlin saxlamadı, ə, bölüşdü və digər insanlar da faydalandı. Bu həqiqətən yəni, çox gözəl və ə, həqiqətən insanlara, yəni mənim özümə çox motivasiya verici bir hissdir. Ona görə yəni bu məni çox sevindirir. İnşallah ki da həqiqətən bu istəyimizə dərindən nail olaram. Ə, yəni insanlar bununla qazanaraq inşallah ki, çox gözəl uğurlar əldə edərlər. Sonra da artıq öz biliklərini artırmaq üçün əlavə təlimlərə gedərlər, əlavə nəsə edərlər bilmirəm, amma təlimə gedə bilməyən insanların ödəniş şəkildə bunu öyrənib, həqiqətən qazanıb, ailəsinə çörək pul aparması məni çox sevindirir. Və şəxsən bu mənim üçün də bir növ fəxr hissi olur. Bu qədər millət. İndi izləmədə qalaq. Görək əməliyyat necə nəticələnəcək.
Millət, bura əməliyyata daxil olduğumu da, ə, yəni metoda daxil olmuşam, bunu da qoyuram bura. Fonda niyə daxil ola bilməmişəm, onu deyim açıqcası. Qrupa bugün yazmışam, trade waitimdə nəsə problem var. Bu keçən 5-ci gündə baş vermişdi, əla gedir. Demək, buradan daxil olunub. Gördüyünüz kimi, indi uçur gedir hədəfinə doğru. Fon hesablarında nəsə kiçik problem yarandı. Fon yox, daha doğrusu trade wait kiçik problem yaranıb. Niyəsə daxil ola bilmədim. Səbəbini başa düşmürəm. Keçən dəfə də belə olmuşdu. Deyir, yanlış kod yazmışam, belə bir şey olub. Halbuki yazmamışam. Nəsə, yəni ona görə bu əməliyyat o fon hesablarında qaçmış oldu, amma olsun. Metoda daxil olmuşam, özü üçün gedir və birlikdə izləyək. Keçən həftə bu əməliyyatla bağlı, ümumiyyətcə bu modellə bağlı mən public tələbələrimizlə, yəni public qrup tələbələrimizlə bir yayın etdik və orada hər kəs öz fikrini bölüşdü. Bizim onda qeyd edim ki, millət 2.2-dir hədəfimiz. Bax, tələbələrin, yəni ödəniş tələbələrinin hədəfləri bu şəkildə 2.2. Burada olsalar, onlar çıxmalıdır əməliyyatdan. Çıxmasa öz günahlarıdır. Yəni indidən deyim, 2.2-ar. Mən niyə bura hədəfləmişəm desəz, millət, yavaş-yavaş təcrübə ilə inşallah sizdə də bu olacaq. Break-on vaxtıdır artıq. Break-on atıram marketi. Daha buradan geri dönməsi istəmirəm. Break-on'a bir dəqiqə. Biraz atsın yuxarı. İndi break-on edəcəm. Daha buradan dönməsi istəmirəm marketdə. Okey, break-on etmişik və çox da gözəl gedir inşallah. Bu qədər millət. 2.2 kar aldılar. 2.2 kar tam olaraq demək olar aldılar. Buradadır hardasa. Yəni 2 kar qısası aldılar. Nuş olsun onlara. İndi biz görək hədəfimizə gedib satacağıq mı, yoxsa biraz burada bizi yoracaq mı? Qızılda olan əməliyyatı qaçırmışam açığı, ona görə qızıldan danışmayacağam. İndi buranı gözləyirəm. Daha çox qaçırmışam deyəndə ideal situasiya vermədi deyə girmədi. Nasdaq gözəl verdi və onu da dəyərləndirirəm indi hal-hazırda. Və bu qədər millət. Bu iş belə işdir, gözəl işdir, sənətdir. Əla. Hər kəsə uğurlar. Əməliyyatımı mən burada bağladım açıqcası. Bu qədər millət. Tam olaraq burada çıxdım. Çünki normalda 3 ay hədəfləyirəm. Dəqiqə onu da göndərim sizə. Səbirli olun. Ki, yəni karı aldığımızı görsələr. Çünki çox az insan trade edir və profit olduğu halda karda bağlaya bilmir. Mən də bunu göstərmək üçün göndərirəm bura. İndi keçəcəyik hara millət deməli. Public qrupa baxacağıq. Görək onlar nə edib. Birlikdə baxacağıq və bununla da yekunlaşdıracağıq. Okey, okey, okey. Göndərirəm. Səbirli olun, səbirli olun. Ya sübutlu şəkildə daxil olunub. Birdən düşünərsiniz ki, realdımı, demodumu, onu da paylaşaram. Bir dəqiqə onu da video çəkib paylaşaram. Çəkmişəm onsuz. Daha doğrusu. Onsuz hamısını çəkirəm. Mən bütün günümü paylaşıram. Əməliyyatlarımı. Onu Telegram, TikTok hesabında paylaşacağam. Deməli, keçirik public qrupa. Public qrupa hansı şəkil atacağım özdə bir dəqiqə. Bunu bölüşəcəm. Gəlin keçək. Deməli, sizlə birlikdə keçirik qrupa.
Düzdür, hələ onlar take profit ola bilsin almayıblar. Daha yüksək arar sıxıblar. Ola bilərmi? Ola bilər. Ona görə yenə də biz keçirik o qrupa. Tamam, keçdik bura. Bax, alıb bir nəfər, ikinci nəfər alıb, üçüncü nəfər alıb, maşallah. Yavaş-yavaş indi onları da alırlar. Yazıram millət. Sağlı videomu çəkirəm. Çəkirəm. Kimlər aldı? Maşallah. Okey. Görəv əməliyyatı kimlər alıblar? Tamerlan bəy təşəkkür edir. Sağ olsun. Mən sizə təşəkkür edirəm. Almısınız əla. Bir də millət qeyd edim ki, hər biriniz sağ olasınız, var olasınız. Ə, çox, həqiqətən çox mesaj yazmısınız. Həqiqətən çox. Qrupa bununla bağlı yazmışam, açıqcası. Ə, ətraflı bir mesaj yazmışam. Amma həqiqətən mesajları sual-cavab bölməsinə yazsanız, ya sizin sualınız digər insanlara da fayda vermiş olar. Ona görə çalışın orada yazın. Aydındır? Okey, bu qədər millət. İndi uşaqlar da göndərsinlər. Hələ əməliyyat tamamlanmayıb. Hədəfi gözləyirlər. Hədəfi alacaqmı? Gəlin baxaq. Alacaqmı? Alacaq. Hədəfi də göstərdim istəsəz. Hədəf buradır. Buranı alması çox yüksək ehtimallıdır. Çox-çox yüksək ehtimallıdır, amma məcbur deyil. Yəni marketi ora qədər aparmağın bir məcburiyyəti yoxdur. Ona görə əməliyyatlarınızı alın, çıxın. Okey. Bu qədər millət. Hər kəsə uğurlar. Sağ olun. Allah amanında.